Hamıya salam dostlar. Sekules kanalına xoş gəlmisiniz. Bugünkü videomda mən sizlərə Self-XS haqqında danışacağam. Bugünkü videomuz biraz da real case məntiqi ilə gedəcək. Məsələn, siz bir saytda Self-XS tapırsınız. Bunun səviyyəsi çox vaxt low və information olur. Yəni bunun impaktı çox vaxt daha belə zəif şəkildə olur. İndi isə bu videoda bunun impaktını necə artırıb, bunun səviyyəsini high və yaxud da ki, daha yüksək qaldıra bilərik, ondan danışacağam. İndi bu haqqda göstərmək üçün mən sadə bir app yazmışam Node.js-də. Bu app çox sadə bir məntiqə mövcuddur ki, sadəcə siz burada login olursunuz. Login olandan sonra sizin profil hissəniz gəlir. Profildə isə siz öz dashboardunuzda bio hissəsinə istədiyiniz şeyi yazırsınız və bunu sadəcə siz görə bilirsiniz. Bunu yalnızca siz görə bildiyinizə görə burada ancaq self-XS tapa bilərsiniz. İndi bizim etmək istədiyimiz odur ki, bu self-XS-i başqası üçün də icra elətdirib bunu reflected və ya stored formaya çevirməkdir. İndi gəlin ilk öncə saytımıza baxaq. Gəlib buradan appimizi qaldırırıq. Daha sonra burada gəlib appimizə baxırıq. Localhostdakı. Deməli, gördüyünüz kimi sadə bir login paneli var. Bizə verilən credential-ı bura daxil edirik və öz dashboardumuza daxil olmuş oluruq. İndi deməli, biz burada bio hissəsinə istədiyimizi yazırıq. Bu mövcud bioqrafiya bizim burada görsənir. Gəlin yoxlayaq. Salam yazıb göndəririk və bizim salam bioqrafiyamız burada görsənir. Amma lakin bu göndərdiyimiz məlumat bizə post sorğusu ilə gedir. Yəni get sorğusu ilə getmir. Gəlin bunu sizə ətraflı göstərim. Bura A yazıb məsələn göndərik. Gördüyünüz kimi post sorğusu ilə göndərilir. Yəni biz göndərəcəyimiz məlumatı payload, yəni ki, body hissəsində göndəririk. Belə olduğu halda biz nə qədər burada XS çıxarsaq da bu self olaraq qalır. Çünki biz post sorğusunda bodydə göndərdiyimiz şeyi başqa bir şəxsə URL formasına göndərə bilmirik. Əgər bu get formasında olsaydı, okey. Biz bunu URL-də query vasitəsilə göndərərdik və qarşı tərəfdə reflected XSS-i elətdirmiş olardıq. Amma post olduğu halda biz yalnızca öz belə deyim, lokal maşınımızda bu XSS-i icra elətdirə bilirik. İndi isə bunun impaktını artırmaq üçün və həmçinin bunu reflected-ə və yaxud da store-da çevirmək üçün hansı yollardan istifadə edə bilərik? İlk öncə bu maraqlı bir case haqqında danışmaq istəyirəm ki, normalda bəzi web frameworklər, yəni yazdığımız proqramlaşdırma dilində olan frameworklər metod override-i dəstəkləyir. Metod overriding nədir? Tam olaraq bunu izah edeyim. Məsələn, biz normalda request göndərəndə onun post və get olacağını ilk hissəsində, yəni ilk sətrində göndəririk. Amma lakin biz bunu həmçinin headerlar vasitəsilə göndərəcəyimiz metodun üstünə override edib başqa metod kimi göndərə bilərik. Yəni necə? Məsələn, bizim bir burada mən metod override edə biləcəyim headerlar göstərmişəm. Məsələn, bizim bir post sorğumuz var. Məsələn, bu tipli bir şey. Təxmini sintaksis belə bir şeydir. Biz bunu göndərən zaman biz bunun alt hissəsində x HTTP metod get yazıb bunu bu formada göndərdikdə əgər qarşı tərəfdəki framework bunu dəstəkləyirsə, biz bunu birbaşa get sorğusu kimi göndərə bilirik. Yəni birbaşa biz göndərdiyimiz post sorğusunu override edib bunu get formasına salırıq. İndi deyə bilərsiniz ki, bu bizə nədə kömək ola bilər? Yəni biz yenə də bunu header vasitəsilə göndəririk. Yəni, bu 3 headerdan başqa biz bunu həmçinin müəyyən bir query string, yəni bir parametr kimi də göndərə bilərik. Yəni, bunun nümunəsini necə verə bilərəmsə, deməli gəlin bunu curl vasitəsilə yoxlayaq ki, görək bu request-i curl vasitəsilə göndərə bilirikmi? Curl yazırıq. Daha sonra göndərəcəyimiz URL HTTP localhost 3000-ci port və bunun altındakı profil hissəsi. Daha sonra biz header olaraq bura cookie dəyərimizi göndəririk. Gəlirik bura application hissəsinə. Bizim burada sesiyamız təsdiqlənmir cookie var. İlk öncə bunun adını götürək. Daha sonra isə bunun dəyərini götürürük. Sonda isə datamızı götürək. Bio bərabərdir, məsələn, alma. Belə bir şey.
Göndərdik. Ya buradan yoxlayırıq. Alma buraya yazıldı. Yəni bizim göndərdiyimiz curl sorğusu işləyir. İndi biz istəyirik ki, bunu get sorğusu ilə bu URL içərisində göndərə bilək. Bu metod override istifadə edərək bunu bu formada edə bilərik. Normalda metod override təkcə header-la göndərmək olur, amma alternativ olaraq onu parametr kimi də URL daxilinə göndərmək mümkündür. Gəlin belə yoxlayaq bunu. Gəlirik bura profil hissəsinə. Bir dənə sual işarəsi. Altdan xətt metod yazıb bunun dəyərini post olaraq versək və daha sonra bizim dəyərimiz, yəni bionu birbaşa bunun içərisində yazsaq. Kitab deyə yazaq. Biz bunu bu formada göndərdikdə bu get sorğusu olaraq getsə də içərisində bu post sorğusunun elementini daşıyır. Bunu belə göndəririk. Gəlib bunu yeniləyəndə burada kitab düşmüş olur. Yəni burada nə etdik? Biz bunu birbaşa get sorğusu ilə göndərsək, gəlin onu da yoxlayaq. Nə gəldi bizə? Yeniləyək bir dənə. Hadi bunun dəyərini də dəyişək ki, dəyişdiyini görə bilək. Kitab yox. 1-1-1 qoydum. Gördüyünüz kimi heç nə dəyişmədi. Çünki bizə bu get sorğusunu etməyə icazə vermir. Amma bizə post icazə verdiyinə görə biz burada get göndərib, amma bunun framework-ə bunun post olduğunu bu parametr vasitəsilə deyirik. Yəni framework bunu post sorğusu kimi başa düşür. Amma biz get sorğusu göndəririk. Və bu URL-i də götürüb kiməsə atsaq və bunun içərisinə bizim XSS payloadumuzu daxil etsək. Bu formada bunu daxil etsək. Gəlib buradan sayt yenilədikdə bizə alert çıxmış olur. Yəni biz tapdığımız self XSS-i reflected formaya çevirdik və qarşı tərəfdə icra etdirə bildik. Bu çox az bilinən bir texnikadır və real case sizin qarşınıza çıxa bilər ki, bununla siz tapdığınız boşluğun impaktını artıra bilərsiniz. Bundan əlavə biz tapdığımız self XSS-in impaktını artırmaq üçün həmçinin CSRF-dən də istifadə edə bilərik. Bu necə baş verir? Bizim göndərdiyimiz sorğuda cookie dəyəri gedirsə və heç bir CSRF token və ya CSRF qoruması yoxdursa, biz bu sorğunu, etdiyimiz bu əməli başqasına icra etdirə bilərik. Yəni necə? Bunun üçün mən CSRF POC-ni göstərmək üçün Atak HTML haqqında bir şey hazırlamışam. Deməli, burada nə olur? Biz profil hissəsinə gedəndə bu get sorğusu göndərir və bəli bizim dediyimiz metod dəyişəni ilə bunu post formasına salır. Həmçinin bunu birbaşa post kimi də yaza bilərdik. İndi mən bunu qısa tez yazdırmaq üçün EA-də istifadə etdim. EA bu formada yazıb, heç bir problem yoxdur. Yəni, bunu bu formada göndəririk. Daha sonra bio dəyərinə bu value-nu göndəririk. Hansı ki bizə XSS alerti çıxarıb bizə cookie-ni qaytara biləcək bir payloaddur. Daha sonra burada bir buton qoyuruq, hədiyyəni al. Əgər victim bu butona toxunsa, bizim lokalhostda post get sorğusu gedəcək və bizim göndərdiyimiz bu skript dəyəri onun öz səhifəsində, yəni onun profil hissəsində BIOS hissəsində düşəcək. Yəni biz heç nə eləmədən onun BIOS-unu dəyişib, orada istədiyimiz XSS payload yerləşdirib, onda XSS alerti çıxaracağıq. Deməli, bu formada biz CSRF-dən istifadə edərək belə sadə kiçik bir CSRF POC yazaraq qarşı tərəfdə self XSS-i reflected formaya sala bilərik. Yəni biz burada 2 dənə atak vektorunu birləşdirib, chain elətdirib, onun impaktını artırırıq. İndi gəlin bunun kod tərəfi izah edeyim. Kod tərəfi nə baş verir? Burada Express-dən istifadə etmişəm. Deməli, ilk öncə bizə bir, özüm burada bir credential vermişəm daxil olmaq üçün. Daha sonra burada login hissəsində gəlir username-dən, password ilə bu dəyərlərdən yoxlayır və bizə bir session yaradır. Daha sonra biz profil hissəsinə girəndə birinci gəlib burada session olub olmadığını yoxlayır. Əgər varsa, yoxdursa, məni loginə göndərir. Əgər varsa, mən birbaşa profil səhifəsini göndərir. Və burada render edəndə, yəni bu template vasitəsilə render edən zaman mənim session'da user dəyərlərimi və BIOS-unu götürür. Daha sonra burada gördüyünüz kimi post hissəsi var ki, bizim burada etdiyimiz əsas hissə buradadır. Biz getlə sadəcə profilə baxa bilirik. Amma məlumat göndərmək üçün post istifadə edirik. Gördüyünüz kimi post əgər session yoxsa birbaşa bizə 400 qaytarır, forbidden verir.
Yəni burada biz yeni bir bio yaradırıq və bu hissəni gedib bizə body hissədən götürür. Və həmçinin bunu götürüb query daxilindən də götürə bilir. Yəni, bu cür yazılış da əslində səhvdir ki, biz ancaq datanı body hissəsindən almalıyıq. Deməli, burada əgər new bio varsa, yəni yeni bir bio yaradılmışdırsa, bunu seçkin daxilindən daxil edir bu formada. Daha sonra isə bizi profillə redirect eləyir. Yazdığım F qısadır, yəni bizə əsas atak vektorunu göstərmək üçün lazımdır. Yəni bu formadadır əsas. Həmçinin burada metod override dəstəkləmək üçün AppUse-dan istifadə edirik. AppUse nədir? Biz Express-dən hansı bir belə deyim, funksiyadan istifadə və yaxud da ki, hər hansı bir üçüncü tərəfli kitabxana istifadə edən zaman, məsələn burada EGS, yəni bu front-endi göstərmək üçün olan HTML-ə oxşar bir şey deyimsə, belə başa düşmək üçün. Onun istifadəsi var və yaxud da ki, URL encode-dur, JSON istifadəsidir. Yəni bunları AppUse vasitəsilə edirik. Həmçinin burada AppUse vasitəsilə göstərir ki, biz metod dəyişənindən metodu get və ya post etmək üçün istifadə edə bilərik. Deməli bu formada, yəni biz self XSS-in reflect-də çevirmək üçün CSS-də istifadə edə bilərik, əgər CSS forması yoxdursa. Və yaxud da ki, arxa tərəfdəki template uyğun olaraq, template yox, daha doğrusu framework uyğun olaraq, bu hər hansı PHP Laravel ola bilər və yaxud da ki, elə Express ola bilər və yaxud da başqa növlər ola bilər. Əgər metod override dəstəkləyirsə, metod override-la post sorğusunu get daxilində göndərə bilirik. Bu formada, yəni ümid edirəm sizlərə maraqlı oldu. Sizə müəyyən qədər texniki cəhətdən izah etməyə çalışdım və real ssenari üstündən göstərdim. Ümid edirəm faydalı olar. Digər videolarda görüşəndək sağ olun, salamat qalın.